Əziz dostlar, belə bir BMW X5 çıxır auksyona. 2017-ci ildə maşının 159 min yürüyüşü var. 31.500 dirhəm start qiymətdən gedir. Maşın S-Drive'də əziz dostlar. Gördüyünüz kimi karbon yarası güzgü var üstündə. Maşın zavod MTEK-dir. Sağında maşının heç bir zədəsi yoxdur. Keçək maşının sol hissəsində, bir dənə qabağında kapotun burasında belə bir zədəsi var. Maşına lazımdır fara, bildiyiniz kimi bu X5'lərdə F15 kuzalarda kırılıb, plasmas gəldiyinə yüngül toxuşda qırılır. Bu fön özü təmirə yer aldı, aşağı setkalarının dumanlar lazım olacaq. Maşın solunda digər bir zədəsi yoxdur. Arxası maşının zədəsiz, gördüyünüz kimi karbon difüzor var maşında. Keçək maşının interyerinə. Atarsız daxil olma var maşında, qara koca salon, siliyana elektronik olunması, interyer karbon üzləmələrlə də gördüyünüz kimi karbon metallar var maşında, böyük panorama lük, maşında heç bir ayrılıq açılmıyor bəzi dostlar. Maşının vini 1.16.9-cu aydır. Kim istəsə baxıb ətraflı məlumat ala bilər. Buyurun, zərərinizi gözləyirik.